Salam, hər vaxtınız xeyir uşaqlar. Bu dəfəki dərsdə də aldehidlər mövzusundan 51-dən 100-ə qədərki tapşırıqlara baxacağıq. 51. CnH2NO formuluna uyğun gələn keton molekulunda neçə siqma rabitə var? CnH2NO ketonların ümumi formuludur. Ketonlar açıq zəncirli maddələrdir. Açıq zəncirli maddelərdə siqma rabitələr atomların sayından bir vahid az olurdu. Yəni burada atom 3N plus 1 oksigen varsa, onda olacaq siqma 3N. Y variantı aldehidlərdə olduğu kimi. 52. Keton molekulunda 4 dənə birli karbon atomu var. Deməli, keton molekulunda belə bir formul verilib. Demək, C3H7, C3H7 və O. Bilirsiniz ki, bu C3H7 radikalı propil və izopropil ola bilər. C3H7 propil olduqda C belə yazırdıq bir xətt boyunca. İzopropil olduqda isə C belə əyri formada yazırdıq. CH3, CH2, CH2. Bu da oldu CH3, CH3, CH. Bizə deyir ki, 4 birli karbon atomu olsun. Baxın uşaqlar, əgər biz CH7-nin yerinə bu radikalı yazsaq sağına soluna, burada bir dənə bu CH2 gəlib birləşəcək də C-yə. Gəlin yazım ən yaxşısı. Deməli, CH7 yerinə gördüyümüz radikalı yazıram. CH3, CH2, CH2. Sonra keton qrupunu yazıram. CO. Sağında da həmin o radikalı yazdım məsələn. Belə olanda bu maddənin içərisində baxırsınız çoxlar. Bir də bax bu. 2 dənə birli karbon var. Biz amma deyir 4 birli karbon olsun. Deməli, biz bu radikalların yerinə nə yazmalıyıq? İzopropili yazmalıyıq ki, burada 2 dənə birli karbon var. İkisi sağda, ikisi solda olanda 4 dənə birli karbon eləsin. Onda maddəmiz necə olacaq? Lazımsızları buradan silək. Həmin bu keton qrupunu yazaq ortada. Soluna, sağına izopropil yazmalıyıq. Bax belə. İzopropillər yazdıq. CH3, CH3, CH, CH3, CH3, bu da CH. Şimdi fikir verirsinizsə, baxın. Birli karbon, birli karbon, birli karbon, bu da oldu birli karbon. Yəni 4 dənə birli karbon yarandı. Ketonu beynəlxalq nomenklatur ilə adlandırın. Beynəlxalq adlandırmaya görə yenə də uzun zəncir seçirik. Keton qrupunun karbonu orada olmalıdır. Bax, bu uzun zəncir olacaq. Radikallar zəncirin hər iki tərəfinə eyni yaxınlıqdadır. Keton qrupu da tən ortadadır. Ona görə istədiyimiz yerdən nömrələyə bilərik. Nömrələdik. Radikalın biri 2-yə, biri 4-ə birləşdi. Olacaq dimetil. 5 olan pentan. Pentan. Ketonların pentan. Ketonların adı 10-la qutarır. Pentan 10, 3. Çünki keton qrupu 3-cü karbonda yerləşir. 2,4 dimetil pentanın 3, 2,4 dimetil pentanın 3 Y variantında var imiş. Belə. 53-cü testə baxırıq. CnH2 plus 1 CHO aldehidlərin formuludur. Birli spirtə qədər reduksiya olunanda aldehid üzərinə hidrogen gəlirdi. Əmələ gəlirdi birli spirt. Və bu zaman siqma rabitə burada nə qədər idisə, burada 2 vahid artırdı. Çünki üzərinə H2 əlavə eləmişdi. Demək, siqma rabitə 2 vahid artacaq. 2 vahid artacaq, olacaq C variantı. Amma
aldehidləri turşulara oksidləşdirəndə siqma rabitənin sayı 1 vahid artırdı. İndi baxın uşaqlar, o 54-cü formulu onsuz da aldehidin formuludur. Gəlin aldehidin formulunu CnH2O yazaq. Aldehidləri oksidləşdirəndə əmələ gəlir CnH2O2. Fikir verirsinizsə, aldehiddən turşu əmələ gələndə oksigenin sayı 1 vahid artır. Məsələn, burada atomların sayı 3n plus 1'dir. Burada isə atomların sayı 3n plus 2'dir. Atomlar 3n plus 1'dirsə, sigmalar 3n'dir. 3n plus 2 atom varsa, onda sigmalar 3n plus 1'dir. 1 vahid az. Və aldehiddən turşuya keçəndə sigma 1 vahid artdı. Cavab olacaq 1 vahid artır A variantı. 55. X maddəsi həm polimerləşməyə, həm də polikondensləşməyə daxil olur. Şöyle baxın, B ilə C variantı doymuş spirtlərdir. Bunlar polimerləşmə, polikondensləşmə yoxdur bunlar üçün. Çünki doymuş birləşmələrdir. A variantı alkendir. Alkenlər polimerləşməyə gedir. D variantı tereftal turşusudur. Bunun da benzol həlqəsi var. Benzol həlqəsində çikat rabitəsi falan yoxdur deyə bu da polimerləşə bilmir. Amma qarışqa aldehidi həm polimerləşmə, həm də polikondensləşmə reaksiyasına daxil olurdu. Qarışqa aldehidi polimerləşəndə biz qarışqa aldehidini belə göstərmişdik. N qoyurduq qarşısına. Polimerləşəndə olur CH2ON. Olurdu poliformaldehid. Amma polikondensləşməsi isə fenolla baş verirdi. Bax, qaydanı yadımıza salırıq. Belə yazırdıq. Deməli, nə baş verirdi? Benzol həlqəsindən OH qalıb yerində. Bir hidrogen buradan, bir hidrogen buradan ayrılıb oksigenə birləşəndə əmələ gətirirdi su. Suyu burada yazdım. Yerdə qalan bu CH2 gəlib bu rabitənin birinə birləşirdi və karbon 4 variantlı olması üçün burada bir xət qoymalı, rabitə qoymalıydıq. Bu da olacaqdı bu indeksində N polifenol formaldehid. Əlavə su da yaranır deyə bu reaksiyalara polikondensləşmə deyirik. N'ləri də buraya yazaq. Deməli, qarışqa aldehidi həm polimerləşirmiş, həm də polikondensləşirmiş. 56 da həmin testə oxşardı. Həm hidrogenləşən, həm də polimerləşən. Bu alkenlər ola bilər. Amma variantlarda alken yoxdur. Amma aldehidlər də həm hidrogenləşir, həm də polimerləşirdilərsə cavab olacaq B variantı. 57. Gümüş güzgü reaksiyasında 0,2 mol gümüş əmələ gəlsə, neçə qram propion aldehidi oksidləşər? Propion aldehidinin formulu verilib. CH5CHO gümüş güzgü reaksiyası üzərinə argentin-2O gəlirik. Nədə məhlul idi bu? NH3-də. Buradan əmələ gəlirdi 2 mol gümüş və turşu. Misalımızda turşu ilə bağlı bir şey yoxdur deyə mən turşun formunu yazmadım. Heç yerdə çatmadı yazmağa. 0,2 mol gümüş. Özü isə 2 mol gümüşdür. Neçə qram propion aldehid alınacaq? X qram. Oksidləşəcək daha doğrusu X qram. Propion aldehidin demiri orada verilib 58. Tənasüb qurduq. X olacaq 5,8 qram. 5,8 B. 58-ci misalda nə yazılıb? Bunu ortaya yazaq. Yerə də biraz qənaət eləyək. Uzun doğa. Gümüş güzgü reaksiyasında 0,4 mol gümüş əmələ gəlsə. Eyni misaldır. Bax, eyni gördüyünüz misaldır. 0,4 mol gümüş əmələ gəlsə, neçə qram aldehid oksidləşər? Gümüş güzgü reaksiyasında həmişə 2 mol gümüş əmələ gəlir. Bunu yadda saxlayın. 2 moladakı emir də verilib bizə 58. X də bərabər olacaq 11,6 qram. Yəni C. 59. Naməlum. Neçə qram sirkə aldehidini başlayayım. Mən naməlum hardan oxudum, heç bilmədim. Neçə qram sirkə aldehidinin
Sirkə aldehidi CH3COH. Mis 2 oksidlər reaksiyasından üzərinə gəldi mis 2 hidroksid. Buradan turşu və mis 1 oksid əmələ gəlirdi. Turşuya da etirazımız yoxdur. Əmsallaşdırmaq üçün 2 mis atomu görürüksə burada, bura bir 2 yazırıq, tənliyi düzəlir. 14,4 qram mis 2 oksid əmələ gəlib. Öz emiri isə 144'dür. Nə deyir bizə? Neçə qram sirkə aldehidi olsun x qram. Sirkə aldehidin də emiri deyəsən 44 verilməlidir. Tənasüb qurduq. Bunlar geç aşağıda 10 qalacaq. 10x 44'ə bərabər x eləyəcək 4,4 qram. Yəni D variantı. 60-cı misal asetilinin hidratlaşması. Asetilinin hidratlaşması Kucherov reaksiyasıdır. Üzərinə su əlavə edirdi. Civə duzların iştirakında baş verirdi. Civə SO4'də əmələ gəlirdi. CH3COH sirkə aldehidi. Çıxımla işimiz yoxdur hələlik. 56 litr asetilin. Aşağıda yazırıq 22,4. Çıxıma baxmadıq. Neçə qram sirkə aldehidi alınır? X qram, molyar kütlədə 44'dür. Tənasüb qurduq. Burada bunu 5,6 eləsək, azaltsaq, bu isə artıb 440 olacaq. Onda bunlar ixtisar getsə aşağıda 4 qalacaq. 4x bərabərdir 440'dırsa x olacaq 110 qram. 110 qramı tapdıq, amma bizə deyirdi 80% çıxımla. Bunu buradan göstərək indi, baxın. 80% çıxımla. Və çıxım məsələlərində x-in tənliyin hansı tərəfində olduğuna baxırdı. X tənliyin sağ tərəfində olanda aldığımız qiyməti məsələnin faizinə vurub 100'ə bölürdü. Bu da eləyəcək 88 qram. Yəni Y. 61. 61'ə baxırıq. 1 molu yanında 2 mol CO2 əmələ gətirən deyirsə, demək bunun 2 dənə karbonu var imiş. Baxın. C-də 1 karbon var, A-da 3 karbon var, D-də də 3 karbon var. Qalır B ilə Y. Hidrogenləşəndə birli spirtə çevrilən maddələr aldehidlərdir. Yəni cavab B variantı olacaq. 62'də buna oxşardır. 1 mol yanında 4 mol karbon qazı əmələ gətirənin karbonları 4 dənədir. A 4 karbon yoxdur. Qalanların hamısının karbonları 4 ədəddir. Hidrogenləşəndə ikili spirtə çevrilənlər ketonlar idi. Keton da bax burada var. Ketonlarda CO qrupu var idi, ortada qalmışdı. Kənarlarında da radikallar var idi. Bax bu da radikaldır, bu da radikaldır. Ona görə cavab olur Y. İkili spirtə çevrildiyinə görə deyil. 63-cü sual. Propion aldehidi və aseton üçün hansı ifadələr doğrudur? Yazaq formullarını. Propion aldehidi CH3, CH2, COH. Ən yaxşı gəlin bunu belə yazın. Biraz siz də vərdiş eləyin. Propion aldehidi deyirsə, deyən bunun 3 dənə karbonu var imiş. 1, 2, 3 propana görə. Aldehid deyəndə sonuncunu aldehid kimi yazırıq və bunları birləşdirdik karbonlar 3. Bu da oldu 2. Asetonun da 3 dənə karbonu var və ketondur. Ketonda burada bax 2 qat rabit oksigen olacaqdır. Bunları da düzəltdik. CH3, bu da CH3. Nə doğrudur? İzomerdirlər. Aldehidlərlə ketonlar bir-birinin siniflər arası izomeridir. Həm aldehidlərin, həm də ketonların ümumi formulu C-in H2-in O-dur. Bax, dəqiqləşdirmək istəyirsinizsə, birinci karbonun da 3 dənə karbon, birinci propion aldehidinin də 3 karbonu var, asetonun 3 karbonu var. Aldehidin də hidrogenləri 6'dır, ketonun da hidrogenləri 6'dır, oksigenlər hər birində 1 dənədir. Yəni hər ikisinin formulu C3H6O kimidir. Yəni bunlar izomerdirlər. Bir düzdür. Həm aldehidlər, həm də ketonlar hidrogenləşirlər. Bu da düzdür.
Gümüş güzgü reaksiyası isə aldehidlərə aiddir. Ona görə 3 hər ikisinə aid olmayacaq. Cavab olacaq 1 və 2. Belə etanol və propan 10. 64. Etanol yəni sirkə aldehidi. Etanda 2 karbon var yazdıq. Etanol aldehid deyirsə axırın COH etdi. Bu da oldu CH3. Bu etanol. Yanında başqa nə olacaq? Heç nə. CH3, COH doğru. Bir də propan 10. Propan 10 yəni keton. Ketonlarda da ki 2 qat rabitə ilə oksigen var idi. Keton propandan həm də aseton demək idi. Nə doğrudur? İzomer deyirlər. Çünki hidrogenləri burada 2 dənədir. Karbonlar 2 dənədir. Burada isə 3 karbon var. İzomer olmadılar. Biri atdıq. Hidrogenlə reduksiya olunur. Bəli, bütün aldehidlər və bütün ketonlar hidrogenlə reduksiya olunur. Sadəcə aldehidlərdən birli spirt, ketonlardan amma ikili spirt əmələ gəlir. Amma reduksiya olunur hər ikisi. Yəni bu doğru cavabdır. Gümüş güzgü reaksiyasına daxil olmaqda aldehidlərin xassəsidirsə, bu da ümumi olmayacaq. Cavab olacaq yalnız 2. Ümumi olan variant axtarırdıq. Birinci maddəmiz reaksiya qramatı asetilindir. Asetilinin kimya formulu C2H2. Üzərinə su əlavə ediblər. Civə 2 müsbət katyonu var. Əmələ gəlirdi sirkə turşusu CH3COH. Bu Kucherov reaksiyası idi. X maddəsi aldehiddir. Bəli, aldehiddir. Keton deyil. Molekulunda bir pi rabitə var. Doğrudur. Aldehidlərin funksional qrupu COH-dır və 2 qat rabitənin biri pi rabitədir. 3 də doğrudursa cavab olacaq 1 və 3. 66. Hansı maddələrin suda məhlulu qızdırıldıqda kupr mühakinin rəngin dəyişmir? Biz gəlin dəyişərə baxaq birinci. Kupr mühakinin rəngin dəyişən maddə aldehidlərdir. Aldehidlər göy rəngli kupr mühakini qırmızı rəngli kupr mikoya çevirirdi. 1 ilə 3-də isə bir atomlu spirtlər verilib deyə, bir atomlu spirtlər mis-hidroksidən reaksiya getmir və rəngin dəyişmir. Cavab olacaq 1 və 3. 67. Hansı maddə oksidləşəndə turşu reduksiya olunanda spirt əmələ gəlirsə, özə birli spirt əmələ gəlirsə, bu aldehiddir. Oksidləşəndə turşu reduksiya olunanda birli spirt aldehiddir. Aldehidlərin də adıalla qutarırdısa, etanol eləyəcək. 68. Aldehidlər verilib. Karbon atomlarının sayı bərabərdir. Biri M-dir, yox, daha doğrusu bağışlayın, doymuş maddələr verilib. X maddəsi deməli 68. Yorğunluqdan dağılmış uşaqlar. Deməli, X və Y maddələri verilib. Molekulların sayı bərabərdir. Birinin molyar kütləsi M-dir, biri isə M üstəgəl 2-dir. Molyar kütlələri bir-birindən 2 vahid fərqlənən aldehid ilə spirt ya da ki, aldehid ilə ketonlar idi. Çox üzr istəyirəm. Aldehid ilə spirt ya da ki, spirt ilə keton. Bunlar ya da ki, bunlar bir-birindən 2 vahid fərqlənir kütlələri. Özdə ağır olan spirt olacaq. Çünki aldehid hidrogenini itirən spirt deməkdir. Gəlin bir dənə də formulu yazın, baxın. Məsələn, CH3, CH2, OH spirt. Amma CH3, COH aldehiddir. Deməli, bu formuluna bunu müqayisə eləsək, çatmayan bax, buradakı hidrogenlərdir. Burada yoxdur həm hidrogen. Yəni, 2 vahid spirt aldehiddən ağır olacaq. Ağır olan spirtdirsə, yüngül olan da aldehid olar. Y spirtdirsə, X da aldehiddir. Yəni, D variantı. 69. Hansı maddənin köməyi ilə propion aldehidini propan 10-dan fərqləndirmək olar? Aldehidləri fərqləndirən maddə argent 2 ondan kupr MH2 idi. Ammoniakdakı məhlulu gümüş piroksidin. Məsələn, bax bu. Çünki aldehidlər gümüş güzgü verirdi, propan 10, ketonlar isə vermirdilər.
70 hansı maddənin köməyi ilə propanalı asetondan. Yenə propanal aldehiddir, aseton da ketondur. Fərqləndirən maddə gümüş piroksidin ammoniakdakı məhlulu olacaq. Çünki onların aldehidlərin təyin edici maddələrindən biri də bu idi. 71. Aldehidin molyar kütləsi M-dir. Hidrogenləşəndən sonra 2 var artırdı. Olacaqdır M üstəgəl 2. Yəni aldehid hidrogenləşəndə birli spirtə çevrilirdi. Bir atomlu birli spirt. Hidrogenləşmə də 2 vaid artmaq deməkdir hidrogenlərinin sayı. Aldehid M verilib. Oksidləşməsindən sonra turş əmələ gəlirdi və kütlə 16 vahid artırdı. M üstəgəl 16 eləyəcək. Yəni, məsələn, aldehid CnH2NO-dur, amma turşu CnH2NO2-dir. Bax, burada 16-dır oksigen, burada amma 32-dir. Bunlar hamısı nəzəri qaydalardır. Bunların hamısı da qayda kitablarımızda yazılıb. Dərsdə də izah edib, baxmışdıq, göstərmişdik, hansılar haradaydı. Məncə bunların öhdəsindən siz özünüz də gələcəksiniz. Amma mən yenə bunları çəkirəm ki, ən azından yaza bilmədiyi suallara baxın ki, yeni dərsdə vaxtımız çox qalsın ki, dərsləri daha sürətli keçə bilək. 73. Metil spirtinin katalitik oksidləşməsi. Metil spirti katalitik oksidləşəndə qarışqa aldehidi əmələ gətirir. Karbonların sayı bərabərdirsə, reaksiyamızda bərabərdir. Arada qalan maddələrə ehtiyac yoxdur, çünki məsələnin şərti onların üzərində qurulmayıb. 96 qram metil spirti, özü isə 32-dir. Əmələ gələn metanal, bilmirik nə qədərdir, yazırıq x qram. Özü isə 30. Tənasib qurduq, x bərabər olacaq 90 qram. Bu metanal. Biraz 90 qram metanal. Deyir, bu 90 qram metanalı 160 milli suda həll etdilər. Artıq keçdiyi məhlullar tərəfə. Metanal həll olan maddədə 90-dır. 160 qram suda həll eləyəndə məhlul olur 250 qram. Yəni ikisinin cəmi vurulsun 100%. Sıfırlar gedər. 10-dan 25 apararıq 5-ə, burada qalar 2, burada qalar 5. 90-ı 5-ə bölsək 18, 2-yə də vursaq 36%li məhlul əmələ gələr. 74. 80 litr texniki asetilin. Məncə bu texniki sözcə tanış gəlir, çünki texniki kalsium karbid deyə bir şey danışmışdıq alkinlər dərsində. Orada demişdik ki, texniki demək qarışığı olan deməkdir, yəni təmiz deyil. Yəni 80 litrin hamısı asetilenə aid deyil. Asetilin nə qədər olduğunu bilmirik. Ona görə asetilini yazırıq C2H2. Su ilə reaksiyasından üzərinə də su əlavə edəndə Kucherov reaksiyası ilə CH3COH aldehid alınırdı. 80 litrin hamısı asetilin deyil deyə buraya yazırıq x litr. 132 qram asetilin əmələ gəlmiş, aldehid əmələ gəlmişdir. Litr aşağısında 22-14 yazdıq. Emiri də verilib 44. Tənasüb qurduq. İndi tapırıq ki, burada x təmiz asetilin nə qədər imiş. İxtisar getsə burada qalacaq 3. X də bərabər 3-ü vuracaq 22,4-də olacaq 67,2 litr. Deməli, 80 litrin içərisində 67,2 litr təmiz asetilin var imiş. Deyir, baxın, kənar qarışıqların həcmi nə qədər imiş. Payı, həcm payı. Onun üçün 80 litrdən çıxırıq 67,2 litri. Nə qalar burada? 80-dən 60, 10, 12,8 litr qalacaq. Bu oldu qarışıqlar. Və qarışığın həcm payını tapırıqsa, F ilə göstərdi həcm payını. 12,8-i bölürük qarışıq 80-ə, vururuq 100-ə. Sıfırlar gedir.
Bu 0 da verilir buradan aparır. 128'i 8'e bölməliyik. 128 böl 8. Bir dəfə 8 qaldı 48. 6 8-in 48. Yemək 48% kənar qarışıq var imiş. Və elə cavab tapmadıq burada. Hardasa hesablamamızı səhv eləmişik. Nəyi səhv eləyə bilərik görəsən? 1 8-in 8 48. Ha, doğrudan şurada 16% var da burada, görmədim. C oldu 16%. 75-ci misal. Pentan və formaldehid. Pentan C5H12, formaldehid HCOH. Qarışıq 10 qram imiş. Yəni biri X qramdır, biri də Y qramdır. Amma cəmi 10 qramdırlar. Hidrogenlə reduksiya etdikdə alkanlar doymuş karbhidrogenlərdir. Hidrogenlə reaksiya getməz. Aldehidlər amma hidrogenləşəndə spirtə çevrilir. CH3OH. 10 qram qarışıq hidrogenləşəndən sonra olub 10,2 qram qarışıq. 10 qramdan 10,2-yə gələndə kütlə 0,2 qram artıb. Bu, reaksiya girən hidrogen deməkdir. Çünki orada biz hidrogen əlavə edəndən sonra kütlə artıb. Hidrogen özü 2-dir, qarışqa aldehidin də emiri 30-dur. Bu tənasübdən Y bərabər eləyir 3 qram. Deməli, bizdən pentanı soruşursa, qarışığımız 10 qram idi. Ondan çıxanda 3'ü qalacaq 7 qram pentan. Pentan da kütlə payını tapmaq üçün onu bölür, artıq çox yorulduq. 7-ni bölürük 10'a vururuq 100'ə, olacaq 70%. Yəni Y variantı. 76-cı testə baxırıq. Doymuş aldehidin formulu yoxdur deyə yazırıq CnH2NO. Hidrogenlə reaksiyasından, yəni hidrogenləşməsindən. Aldehidlər hidrogenləşəndə doymuş bir atomlu birli spirtə çevrilir. 4,48 litr hidrogenlə reaksiyası verilib. Hidrogen özü də 22,4'dür. 12 qram spirt əmələ gəlib. Spirtin də molyar kütləsi 14-ün üstə gəl 18'dir. Tənasib qurduq. Bunu 44,8 eləsəm artırsam, onda gəlin bir artırmayaq. 23,4-dən 44,18 geçsin, aşağıda qalsın 5. 5 qalar, 5 qalar 5. 5'i də 12'ə vuranda 60. Deməli 14n üstə gəl 18 bərabər 60, 14n bərabər 42, n də olacaq 3. Nə deyir bizə? Aldehid molekulunda neçə karbon var? Bizim tapdığımız N spirtdəki karbonların sayıdır, amma elə həmin karbon aldehiddəki ilə eynidirsə, cavab elə 3 olacaq. 3, yəni A variantı. Eyni misal 77'də də var. Doymuş aldehidin 5,6 edir hidrogenlə reaksiyası. Yenə aldehidin formulunu CnH2NO yazıb. Hidrogenləşdirsək, əmələ gələcək CnH2n plus 1OH. 5,6 litr hidrogendir, özü isə 22,4. 22 qram spirt əmələ gəlib, bu da olacaq 14'ün üstə gəlinsin 18. 5,6, 22,14'dən burada 4 qalsa, 4'ü 22'ə vursaq 88. Demək 14'ün üstə gəl 18 bərabərdir 88. 14n bərabər 70. N olacaq 5. Deməli 5 karbon var imiş, həm aldehiddə, həm də spirtdə. 78. X maddəsi qarışqa aldehididir. Qarışqa aldehidi elə məsələn A variantından görsənir ki, metil spirtinin kuprumol reaksiyasından aldehid əmələ gəlirdi. Karbonlar da bir dənə olan aldehid, qarışqa aldehididirsə elə cavab A variantı olacaq.
79-da X maddəsi sirkə aldehididir. Sirkə aldehidin də karbonları 2 dənədirsə, bu da etil spirtinin oksidləşməsindən alınacaqsa, bax, cavab da bu olacaq. Etil spirti kuprimondan aldehid, su və mis əmələ gətirir. Bayaqdandan buna aid çoxlu reaksiyalarda yazmışdıq. 80. Aldehidin ümumi formulu verilib. Oksigenin kütlə payı uşaqlar. Aldehidlərdə emir artdıqca oksigen sabitdir deyə, bir ədəddir deyə oksigenin kütlə payı azalır. Yəni A variantı olacaq. Məsələn, bax, HCOH, CH3COH, C2H5COH. Bax, yuxarıdan aşağı gəldikcə emir çoxalır. Amma oksigen sabit qalıb deyə bir dənədirsə, oksigen, məsələn, 16-nı bölməlisinə emirə. Emir artdıqca bu da kütlə payını etməlidir, azalmalıdır. Yəni A variantı olacaq. 81-də etileni oksigenlə dəmirin plimbumun duzları iştirakında reaksiya aparanda aldehid əmələ gəlirdi. Aldehid. Aldehidi də kuprum mühakimdə reaksiya aparanda turşuya çevrilirdi. Yəni sirkə turşusu. Niyə sirkə turşusu? Çünki karbonları 2 dənədir. Deməli, 82-də bu etil spirt. Etil spirtini kupruma da reaksiya aparanda eləyir sirkə aldehidi, yəni CH3COH. Həmin bu sirkə aldehidi də gümüş güzgü reaksiyası verəndə turşuya, yəni sirkə turşusuna çevrilir. Sirkə turşusunun başqa adı etan turşusu, bir başqa adı da asetat turşusudur. 83. X, Y, Z maddələri verilib. Gəlin Z-dən başlayaq. Z hidrogenləşmir. Hidrogenləşməyən alkanlardır. Alkan bax burada var, bir də burada var. ENO haqqında hələ ki bu illərdə, bu günlərdə bir dərsimiz olmayıb. Bu da bir nöqtə qoyaq qalsın ki, buna da baxarıq. Bəlkə nəyəsə lazım oldu. Y hidrogenləşir. Hidrogenləşir. Bu aldehidlər hidrogenləşirlər. ENO ilə bağlı da biliyimiz nədir uşaqlar? Əslində ENO-nun hidrogenləşməsi deyə reaksiya yoxdur. Amma ENO havada şimşək çaxanda əmələ gəlir. İldırım çaxanda, şimşək çaxanda. Sonra bu ENO havadakı oksigenlə özü-özünə reaksiya daxil olur. Yəni havada adi şəraitdə oksidləşir deməkdir bu. Bu ENO-ya aiddir. ENO-nun bir xüsusiyyəti var. Havada özü-özünə oksigenlə reaksiya gedir. Ona görə cavab B variantı eləyəcək. Və fikir verirsinizsə, ENO-nun da emiri 30-dur. CH2 də 30-dur, CH6 da 30-dur. Yəni molyar kütlələrdə bərabərdir. 84. Aldehidlə doymuş 2 atomlu spirt verilib. Aldehid belə suallar da spirtlərdə həll edilmişdir. 84. Doymuş aldehid, yəni CnH2o. Doymuş 2 atomlu spirt, amma CnH2NOH2-dir. Karbonları bərabərdir, N-N-dir. Molyar kütləsi 14-ün üstəgəl 16 aldehiddir. 14-ün üstəgəl 34 isə 2 atomlu spirtdir. Bax, bu 34 eləyir. Bunu M, bunu da X-dən göstərir. X axtarırıq. X, görürsünüz ki, M-dən 18 vahid ağırdır. Onda X axtarırıqsa, nə etməliyik? M-in üzərinə 18 gəlməliyik ki, X əmələ gəlsin. M üstəgəl 18, yəni B variantı. 85 də buna oxşar misaldır. Doymuş 2 atom, əksinədir bu indi. Doymuş 2 atomlu spirt CnH2NOH2, doymuş aldehid də CnH2NO. Demək, spirtin molyar kütləsi 14n üstəgəl 34, bu isə 14n üstəgəlinsin 16-dır. Bunu göstəriblər M-lə, aldehidi göstəriblər X-lə. X axtarırıqsa M-lə 18 çıxmalıyıq ki, 16 qalsın yerdə. Cavab olacaq M-18, yəni C. Aldehidlərin formulu deməli 86. CnH2NO-dursa uşaqlar.
oksigen N'dən asılı deyil. Yəni oksigen baxın sabitdir. Yəni Z oksigen olmalıdır. C karbon oksigen bir dəqiqə. Deməli Z sabit qalıbsa bu oksigendirsə, çünki oksigen N'dən asılı deyil. Bu olmaz, bu olmaz, bu da olmaz. N'ə məsələn 3 qiymət versə, nə bilim 1 qiymət versə, nə edəsək? N necə artırsa, hidrogen 2 dəfə artıq artır. Yəni bu 1 olsa bu 2 olur. Karbon 2 olsa bu 4 olur. Yəni daha çox artan X karbondur. Onda buna da qalacaq hidrogen. Karbon, hidrogen, oksigen olacaq onda C, D variantı. (87) Eyni sayda karbon atomu olan aldehid və keton. Məsələn, CH3, CH2, COH aldehid olsun. CH3, CH3 bu da keton olsun. Misalımız 87-dir. İzomerdirlər, bəli. Karbonların sayı bərabərdirsə, aldehiddən keton izomerdir. Çünki hər ikisinin formulu CnH2nO'dur. Gümüş güzgü aldehidlərə aiddir. Keton yeri səhv yazdım. Gümüş güzgü aldehidlərə aiddir. Ketonlara aid deyil. Onda içini ataq buradan. İkili spirtlərin oksidləşməsindən alınan ketonlardır. Bizə ümumi axtarılma yox. Hər ikisi üçün ümumi olan. Bu da olmayacaq. Hidrogenlə reduksiya olunanda eyni maddə alınır. Məncə eyni maddə alınmaz. Çünki aldehidlər hidrogenləşəndə birli spirt, ketonlar hidrogenləşəndə ikili spirt əmələ gəlir. Demək, eyni maddə alınmayacaq. Cavab olacaq onda yalnız bir D variantı. 88. Hansı ketonu alkinlərin hidratlaşmasından almaq olmaz? Bu məsələnin özünün bir mənası var. Hansını almaq olmaz? Məsələn, tutaq ki, A-da yazılıb etil propil keton. Baxın, 88. Keton deyirsə, burada bir dənə C olmalıdır, 2 qat rabitə ilə. Etil deyirsə, bu olacaq CH3, CH2 etil. Propil deyirsə, C. H2, H2, bu da H3. İndi bu ketondursa, bu hansı alkindən alınıb? Məsələn, belə bir alkindən alınıb. C, burada 3 qat rabitə var imiş. Bax bu. Bura 3 qat rabitə qoymaq üçün hidrogenləri çıxartmaq olar. 3 qat rabitəni yerləşdirmək üçün. Amma elə bir alkin götürəcəyik ki, orada 3 qat rabitə yaratmaq imkanımız olmayacaq. O necə alkin olacaq? Bax, bu hissəsində radikalı olan, bax, ən doğrusu, baxın uşaqlar, bax, bu hissəsində radikalı olan metil radikalları olan radikal olsa, oradan alkindən həmin keton alınmayacaq. Məsələn, nəyi demək istəyirik? Məsələn, C variantına baxın, di-üçlü butil keton. Di-üçlü butil keton, keton qrupu üçlü butildir, hətta yox, baxın. C, keton qrupunu çəkdi. Üçlü butil yazıram bura. C, bu da C, üçlü butil. C, bu da C, üçlü butil. İndi bu, məsələn, baxın, burada mən bunu silsəm, gətirib yerinə 3 qat rabitə qoymaq üçün nə edə bilərəm? Hidrogenləri çıxardaram buradan. 3 qat rabitə əmələ gələr. Yoxdur hidrogen. 3 qat rabitə yaratdım. Burada isə, hələ siz bu formula baxın. Bax, bu keton qrupunu buradan götürsəm, biz bura 3 qat rabitə qoymalıyıq ki, alkin olsun ki, yaransın. Belə halda bu karbonun valentliyi 6 eləyir. Mümkün deyil. Karbon 6 valentli ola bilməz. 3 qatı sağ tərəfə də qoysam, burada qoysam, yenə burada indi bu karbon 6 valentli eləyir. Bu da mümkün deyil. Deməli, ketonları elə bir alkindən ala bilərik ki, ketonun formulu RCO'dursa, bu radikallar birli radikallar olsun. Birli radikal.
Məsələn, heç ikili radikal da olsa alınmaz. Baxın, bunları buradan silsək, gətirib bura 3 qat rabitə qoysam, olacaq 5 valentli. Yine mümkün değil. Demək, radikallar birli radikallar olanda həmin alkindən ketonu almaq olur. Məsələn, bir dənə Y variantına baxaq istəyirsiniz. Görək Y-dən necə olar. Etil, izobutil, keton. Etil demək keton deyirsə, belə yazdıq. Etil, C, izobutil, keton. İzobutil necə idi? C, bu da C. Bax, fikir verirsiniz indi. Bu radikalımız, bir də bu radikalımız. Hər ikisi birli radikaldır. Demək, bunu da almaq olar. Sonra D variantında dipropil keton. Keton qrupunu çəkdi. Dipropil deyirsə, bura 3 karbonlu, bax, propil yazdıq. Yine bu radikallar birli radikallardır. Almaq olar. Amma gördüyümüz kimi bu radikal ikili, üçlü olarsa almaq olmaz. Bir dənə B variantı qalıb baxmadığımız, onun da formunu yazıram. Propil, izopropil keton. Bu keton qrupu olsun. Propil, bu da olsun izopropil. İndi burada baxın. Aldehid, daha da keton qrupunun bu hissəsini kəssəm, bura bir 3 qat rabitə qoysam, buradan alkin düzəltmək olur. Karbonu valentini ödənir. Demək, bunu da almaq olurmuş. Ən azından bunun bir tərəfində bir dənə birli radikal var. Sağdakı ikili radikal olsa da bunu sol tərəfdən almaq olar. Amma bu keton qrupunun həm sağında, həm də solunda ikili və yaxud da üçlü radikallar olarsa, bu alkinlərdən keton almaq mümkün olmur. Deməli, 88-ci cavabı oldu C variantı. 89. Hansı reaksiyada mis-1 oksid əmələ gələr? Mis-1 oksidin əmələ gəldiyi reaksiya aldehidlərin kuprium OH2 ilə reaksiyası idi. Yəni A variantı olacaq. Göy rəngli kuprium OH2 qırmızı rəngə çevrilirdi. 90-cı misal. Alkan, yəni CnH2n plus 2. Doymuş aldehid, yəni CnH2n. Keton da elə CnH2n-dir. Nisbi molekul kütlələri bərabərdir. Alkanlar 1-dən başlayır. Aldehidlər bu da 1-dən başlayır. Ketonlar isə 3-dən başlayır. Bizə deyir ki, aldehid 7-ci nümayəndədir. Yəni, N1-dən başlayırsa, N7 olan 7-ci nümayəndə olacaq. CnH2n aldehid deyirdi, O. Keton da ki, O. Görürsünüzlər, bəzən yaddan çıxır bəzi işarələr. Deməli, alkan, aldehid, keton verilmişdir. Formullarını yazdıq. CnH2n üstə gəlir ki, alkan, CnH2n-O aldehid, CnH2n-O keton. Aldehidlər 1-dən başlayır deyə bu formulda 7-ci nümayəndə elə 7 deməkdir. Yəni, maddə C7H14O olacaq. İndi biz C7H14O-nun nisbi molekul kütləsini tapaq. Bax, yuxarıda burada tapaq. C7H14O. Aldehidlərin emeri bərabər idi 14-in plus 16-ya. Yəni, 14-ü vurmalıyıq 7 üstünə 16 gəlməliyik. 14-ü 7-də vursaq 98, üstünə də 16 gəlsə 100 neçə eləyər? 114. Şərtdə deyirdi ki, alkan da aldehid də keton da eyni molyar kütləyə bərabərdir. Yəni, alkan da 114-ə bərabərdir. Alkanların da molyar kütləsi 14-ün üstə gəl 2 bərabər 114 yazsaq, 14-ün bərabər 112 n eləyəcək 8. Demək, alkan 8-ci alkanıymış. O da 1-dən başlayır. Bu oldu 8-ci nümayəndə. Aldehidlərlə də ketonların
molyar kütlələri eynidirsə, demək CnH2-nin 10-da 114-ə bərabərləşdirsəm, eyni də buradan 7 tapacam. Amma ketonlar 3-dən başlayır deyə, 3 olanda birinci nümayəndədir, 4 olanda ikinci nümayəndədir, 5 olanda üçüncü nümayəndədir, 6 olanda dördüncü nümayəndədir, onda 7 olanda 5-ci nümayəndə olacaq. En 7 olanda olacaq 5-ci nümayəndə. Alkandakı tapmışıq 8-ci nümayəndə idi. Cavab olacaq onda 8 ilə 5, yəni A variantı. Bunu bir də biraz sıx yerdə yazdım. Bəlkə biraz çətinlik yaratdı sizə. Amma məsələ nə idi? Təkrar yenə deyirəm, aldehidlərin molyar kütləsi, daha doğrusu aldehidin yeri 7-ci yerdə verilmişdi. 14N plus 16 aldehid idi emiri. 14'ü 7'ye vurup 16 gələndə 114 almışdıq. Həmin o 114'dən istifadə edib alkanın 8 olduğunu tapdıq. Alkan da elə M1-dən başlayır, 8 elə 8-ci nümayəndədir. Amma ketonlarda bax yazıram. N3-dən başlayanda 1-ci nümayəndədir. N4 olanda 2-ci nümayəndədir. N bərabər 5 olanda 3-cü nümayəndədir. N bərabər 6 olanda 4-cüdür. N bərabər 7 olanda da 5-ci nümayəndə olacaq. Çünki bax bu da burada görürsünüz M 7 idi. Aldehidlə ketonun onsuz da molyar kütləsi bərabərdir. Ona görə biri 8-ə, biri 5-ə düşür. İndi 91-ci misalda gəlin bunu açıq aydın yerdə bir də yazaq yaxşı. Alkan CnH2n plus 2. Aldehid CnH2n-O. Doymuş keton da CnH2n-O. O biraz balaca oldu. Yine molyar kütləsi hamısı A-dır. Bir-birinə bərabərdir. Aldehid 6-cı yerdə verib. Aldehidlərdə N1-dən başlayırsa elə 6-cı nümayəndədə elə N6 deməkdir. Aldehidlərin molyar kütləsi 14N plus 16-dırsa, N'in yerinə 6 qoysaq, 14 vur 6 üstəyə gəl 16, neçə eləyəcək? 6, 20, 84 olacaq 100. Molyar kütləsi də alkanların da A-dırsa, aldehidlərin də A-dırsa, demək alkanların da molyar kütləsi 14N plus 2-ni 100-ə bərabərləşdiririk. 14N bərabər 98, N deyiləyir 7. Deməli, alkanlarda da N1-dən başlayır deyə, tapdığımız 7 elə 7-ci nümayəndədir. Qalıb indi ketonun neçənci nümayəndə olduğunu tapmaq. Aldehidlərlə ketonlar izomerdirsə, molyar kütləsi bərabərdirsə, demək ketonun da karbonları 6-ya bərabərdir. İndi 6 olan neçənci nümayəndə olacaq? Deməli, buradan yazaq yəni. Keton 3-dən başlayır. 3 versəm 1-ci nümayəndədir. 4 versəm 2-ci nümayəndədir. 5 versəm 3-cü nümayəndədir. N-ə 6 verəndə olacaq 4-cü nümayəndə. Demək, alkanı tapdıq 7-ci. Aldehidi tapdıq 4-cü. 7 ilə 4 olacaq B variantı. Hı, 92. Uyğunluq tapmalıyıq. Nə yazılıb? Tərkibində karbonil qrupu var. Aldehid ilə sirkə turşusu. Aldehid CH3COH. Gəlin bunu quruluşunu açıq-açıq yazacaq. Buradan yazıram. 92. Asetaldehid, yəni sirkə aldehidi. CH3CO, bu da H. Sirkə turşusu CH3COH. Nə deyir uşaqlar? Baxın. Birinci deyir ki, tərkibində karbonil qrupu var. Karbonil qrupu, bax bu qrupu idi. CO qrupu, bax bu. Görürsünüz, hər ikisində var. Deməli, karbonil qrupu hər ikisində varsa, bunu necə uyğunlaşdıraq? A harda olacaq? Həm 1-də, həm də 4-də belə. Maraqlıdır, görək. Karbonil qrupu hər ikisində var. Yaxşı, bunu tapdıq. Qaz halındadırlar.
Demək, karbonil qrupu bunların hər ikisində var. Qaz halındalar. Bura A plus yazaq. Qaz halında olan, bunların heç biri qaz halında deyil. Asetaldehid də mayedir, sirkə turşusu da mayedir. Deməli, cavabımızda B olmamalıdır heç yerdə. Çünki heç biri qaz halında deyil. Ən yaxşısı gələn variantlarda B olan variant varsa bunu ataq. Baxın, Y-də burada B var. Bu getsin. D variantında, C variantında burada B var. Bax, bunu da atdım, getdi. A-da da B var. Bunu da atdım, getdi. B-də daha doğrusu. A variantında da burada B var. Bunu da atdıq, getdi. Cavab qalır D variantı. Amma gəlin bunu dəqiqləşdirək. Mənə də maraqlıdır, gəldi. 4-ə düşüb burada A. Demək, 4 nə deməkdir? Həm aldehidə, həm də sirkə turşusuna. Uşaqlar, mən burada isə asetonu görmürəm. Asetona baxın, görmürəm onu. İndi aseton yazıram burada. Aseton yanına keton. Bax, bu da asetonumuz. İndi işdə daşlar yerinə oturdu. Baxaq, bunun da burada bir dənə karbonil qrupu var. Demək, karbonil qrupu hamısına aidsə bu 4'dür. Hamısında 4 var imiş. 4'ə düşdü A. Bu doğru. Homoloji sıranın ikinci nümayəndəsi olmaq. Bu ketonlarda N 3-dən başlayır deyə bu elə birinci nümayəndədir. Aldehidlərdə, həm də turşularda N 1-dən başlayır deyə bu da ikinci nümayəndədir. Sirkə turşusu da ikinci nümayəndədir. Deməli, ikinci nümayəndə olmaq 1-ə aid olacaq, 1-in aşağısında olacaq. Həm sirkə aldehid, həm də asetaldehid üçün. Sirkə turşusu bir də aldehid üçün. Deməli, 1-in aşağısında C olmalıdır. 1-in aşağısında bax, C burada uyğun gəldi. Gümüş güzgü reaksiyasına daxil olmur. Aldehid gümüş güzgə daxil olur, amma sirkə turşusu ilə aseton daxil olmur. Bu 3'ü göstərir, 3'ü. 3'ün aşağısında olmalıdır D. Bu da D burada var, doğrudur. CnH2O formulu aldehidlərlə ketonların formulu idi. Aldehidlərlə ketonları uyğun göstərən, bax, budur, 2'dir. 2'nin aşağısına Y var imiş, cavab doğrudur. Əslində, uşaqlar, o qaz halındadır ifadəsindən cavabı tapmışdıq, amma yenə də uyğunluğu dəqiqliyi ilə düzəldə bildik. 92-də belə 93-cü misal. X kupromonla reaksiya girib Y verib, Y-də hidrogenləşib X verib. Variantlara baxsaq, spirtlər var burada, aldehidlər, ketonlar və turşular var. Kupromonla reaksiya girib Y verib, həmin o Y hidrogenləşib təzədən X veribsə, demək X spirt imiş. Çünki spirtlər oksidləşəndə aldehid olur, aldehidlər də hidrogenləşəndə təzədən spirt olur. Yəni, X spirt olmalıdır. X spirtdirsə, bu propanol 1 olsa spirt. Propanol 1-dən aldehid yaranmalıdır. Çünki bu birli spirtdir. Onda 1 4'ə uyğun gəlməlidir. 1'in 4'ə uyğun gəldiyi variant D-də var. Bir də B-də var. Bax, 1 4, bir də 1 4. Əgər X-in yerinə ikili spirt qoysan, propanol 2, buradan keton əmələ gələcək. Yəni, propan 10 əmələ gələcək. 3'ə də 2 uyğun gələcək. 3'ə 2 də bax, burada var. Amma B variantında yox idi. Onun üçün cavab olacaq D. %94'də X maddəsi argen timikonun ammoniakdakı məhluluna reaksiya edir. Kuprum xlorla getmir, bromlu suyu rəngsizləşdirmir. Bromlu suyu rəngsizləşdirmirsə, bu butin 2 olmaz. Etin də olmaz. Çünki bunlar doymamış birləşmələr rəngsizləşdirirlər. Y bromlu suyu rəngsizləşdirirsə, bu doymamış birləşmədir. Bunlar etin, butin, etin bunlar rəngsizləşdirəcək, düzdür. Z də rəngsizləşdirirsə, bunlar da doymamış birləşmədirsə, butin, etin, butin bunlar da qaldı yerində. Qaldı indi uşaqlar nə məsələsi? Yadınıza gəlirsə, alkinlərdə 3 qat rabitə zəncirin ucunda olanda bunlar kuprum xlorla reaksiya gedirdilər.
Üç qat rabitə zəncirinin ortasında olanda isə kuprum xlorla reaksiya getmirdilər. Bizə deyir ki, X kuprum xlorun amoniakdakı məhlulu ilə reaksiya getməsin. Yəni, X-da X-da etanol var, etanol spirtdir. Spirt onsa da kuprum xlorla getmir. Etanol. Yorulduq uşaqlar, neyniyək? X argent miçonla getsinsə, bu etanol da aldehiddir, D də aldehid ola bilər. Olar, kuprum xlorla getməsin, brom içində rəngsizləşdirməsin X. Kuprum xlorla aldehidlər kuprum xlorla getmirlər. Demək, etanol şərtimizi ödəyir. Etanol ödəmədi, çünki argent miçonla getmir. Amma pürüz qoyublar burada. Y həm argent miçonla getsin, həm də kuprum xlorla getsinsə, 3 qat zəncirin ucunda olmalıdır. Butin 2 3 qat zəncirin ortasındadır. Etin onsuz da diğerini çıxmışdıq burada. Onun üçün qalacaq bir dənə hansı variantımız? B variantı. Deməli, etin asetilendirsə, bax, budursa, burada da hidrogen var, burada da hidrogen var. Yəni, o argent miçonla da gedəcək, kuprum xlorla da gedəcək. Amma butin 2 3 qatı var deyə bromlu su rəngsizləşdirəcək, amma 3 qat ortadadır deyə argent miçonla da kuprum miçonla da getməyəcək. Cavab olacaq onda B variantı. Uşaqlar. Gəlib çatdıq 95-ci misala. Görək, indi bu yazdıqlarımızdan bir şey sizə kömək olacaq, yoxsa olmayacaq. İstifadə edəcəksiniz, yoxsa yox. X bromlu, argent miçonla gedir. Kuprum xlorla bromlu suyla getmirsə, onda bu aldehiddir. Etin olmaz, butin olmaz. Çünki butinlər bromlu suyu rəngsizləşdirirlər. Buradan minus qoyubsa, qaldı A-dan D variantı, yəni aldehidlər. Y sağ olsun, hamısı ilə reaksiya gedib. Kuprum xlorla, argent miçonla və bromlu suyu rəngsizləşdirənsə, bu artıq doymamış birləşmələrdir. Doymamış birləşmələrdir və argent miçonla, kuprum xlorla gedirsə, 3 qat rabitə zəncirin ucunda olmalıdır. Butin birlərdə onsuz da zəncirin ucundadır hər ikisi. Bizə bir şey kömək eləmədi. Z ancaq bromlu suyu rəngsizləşdirirsə, demək 3 qat, bax, dediyimiz kimi zəncirin ortasında olmalıdır. Bu da butin 2 eləyəcək. Cavab olacaq A. Etin eləməz, çünki etində 3 qat rabitələrdə hidrogenlər var deyə o argent miçonla da kuprum xlorla da reaksiya gedən maddədir. Qalacaq onda A variantı. 96-cı sual. Qarışqa turşusu və qarışqa aldehidi üçün ümumi olan nədir? Qarışqa turşusu HCO-OH, qarışqa aldehidi isə HCOH kimi yazılır. Karbon atomunun oksidləşmə dərəcəsi. Gəlin, bu dərəcəni tapmaq üçün maddəni yığcam halda yazacaq, işiniz asan olsun. Hidrogen müsbət 1, oksigenlər mənfi 2, H da müsbət 1 olanda karbona qalır müsbət 2. Müsbət 1, oksigenə mənfi 2 yazanda karbona qalır 0. Bəli, görsənir ki, karbonun oksidləşmə dərəcələri müxtəlifdir. Ancaq ümumi olan deyirsə 1 olmaz. Molekulunda sp2 hibrid vəziyyətində olan karbon atomu. Baxın uşaqlar, bax, bu karbon dik qat rabitəlidir. Turşudakı, aldehiddəki karbon dik qat rabitəlidir. Onda bunların hər ikisi sp2-dir. 2 doğru cavabdır. Oksigenin kütlə payı, bu doğru ola bilməz. Çünki 2-dən oksigen varsa 32, 1 oksigen varsa 16. Qarışqa turşusunun molyar kütləsi 46-dır. 16-ını da bölük qarışqa aldehid isə 30-dur. 32 böl 46-nı ixtisar aparsam 2-yə, qalar 16 bölünsün 23 və bunları müqayisə eləsəm, bunlar bir-birinə bərabər deyil. Demək, 3 olmayacaq. Gümüş güzgü reaksiyasına daxil olmaq. Uşaqlar, məsələ nədir indi burada? Gümüş güzgü reaksiyası aldehidlərin xassəsidir. Baxın, bunları buradan silək. Bax,
başqa rəng olsun ki, hə. Bu neydi bu? HCOOH qarışqa turşusuydu. Bu da qarışqa aldehididir. Bax, qarışqa aldehidinin formulunu görürsünüz ki, COH aldehid qrupu var, gümüş güzgü verəcək. Qarışqa turşusuna da bu hissədən baxanda bunun da içində COH aldehid qrupu var. Deməli, hər ikisi gümüş güzgü reaksiyasını verəcəklər. Gümüş güzgü aldehidlərin xas səsidir, amma qarışqa turşusunun da molekulunda aldehid qrupu var. O da gümüş güzgü verə bilir. 4 ümumi olacaq hər ikisi üçün. Demək, cavab olacaq 2 və 4. B variantı. 97-ci misalda nədir? Uşaqlar, 97. Hansı qrup və radikalların birləşməsindən alınan maddə gümüş güzgü reaksiyasına daxil olur? Gümüş güzgü reaksiyası aldehidlərin kimyəvi xassəsinə aiddirsə, bax, bu aldehid qrupudur. Bu aldehid qrupunu apar hara birləşdirirsən, birləşdir. Aldehid qrupu varsa, bu gümüş güzgü verəcək. Yəni, B variantlarda olmalıdır. B. 3-də B yoxdur. 4-də B yoxdur. Qaldı AB, CB, CDB. AB nədir? Metillə, yazıram buradan. Bax, AB metil ilə COH-ın qrupu. Aldehidli verəcək. C hidrogen ilə COH qarışqa aldehidli verəcək. CDB. C hidrogen, D-də CH2. Bunları birləşdirsən bir-birinə, yenə CH3. Bir də B variantında COH. Bu da aldehid qrupu saxlayırlarsa gümüş güzgü verəcəklər. Yəni, cavab olacaq 1, 2, 5. B variantı. 98. Bir asimetrik karbon atomu olan, ən az sayda karbon olan aldehid. Asimetrik karbon, bir karbon 4 müxtəlif hissəciyə birləşənə deyilirdisə və bu aldehiddirsə, hidrogenləri ən az olmalıdırsa, yanına bir dənə əvvəldən bir H qoyaq, daha doğrusu nə deyir? Karbon atomları ən az olmalıdırsa, bir H yazaq ki, karbondan az istifadə edərik. Aldehiddirsə, yanına bir dənə COH yazaq, bir dənə də metil yazaq, bir dənə də buradan etil yazaq. Bax, artıq bu çeviriyə aldığım bu karbon asimetrik karbondur. Niyə? Etili var, metili var, karbon aldehid qrupu var, bir də hidrogeni var yanında. Maddəmiz buymuş. Nə doğrudur bunun üçün? Hidrogenləşməsindən 3 metr butanol alınır. Bunu hidrogenləşdirsək, aldehid qrupu, COH qrupu çevriləcək olacaq. CH, burada bir CH3 yazaq. Olacaq CH2OH, yəni spirtə çevriləcək. Aldehid qrupu olacaq spirt. Çünki aldehidlər hidrogenləşəndə birli spirtə çevrilir. Əmələ gələn maddənin formulu 1, 2, 3, 4 yazsaq, olacaq 2 metil butanol 1. Bizdə amma deyir 3 metil butanol 1 alınır. Onda bu oldu səhv. İkili butil və aldehid qrupundan ibarətdir. Məncə bu doğrudur. Bax, bunları silsək. Bunu da sildik. H getməsin. Baxın, burada aldehid qrupu var. Yerdə qalan bu radikal da ikili butildir. Deməli, ikili butillər aldehid qrupuna əmələ gəlib. Bu doğrudur. Pentanon 3 ilə izomerdir. Pentanon 3. Pentanon ketondur. Neçə karbonu var? 5 karbonu. Ketonlar aldehidlərlə izomerdir. Bizim bu göstərdiyimiz aldehidində 5 karbonu var. Demək, izomer yemişlər. Doğrudur. Molekulunda 15 sigma rabitə var. Gəlin, buranı silək. 15 sigma rabitə var. Aldehidlərin formulu CnH2nO'dur. Sigma rabitələri 3n idi. Karbon sayını tapsaq, 5 dənə karbonumuz varsa, olacaq 3 vurulsun 5, o da neçə eləyəcək? 15. Demək, 15 sigma rabitə var imiş. Bu da düzdür. İkinci karbon atomunun dərəcəsi -2-dir.
İkinci karbon atomumuz burada hansıdır? Bunları götürək buradan. İkinci karbon atomu bax budur, CH-dır. H-a müsbət 1 qoysa karbon olacaq -1. Demək, -2 deyilmiş, bu da səhvdir. Karbohidrogen radikalında 4 karbon atomu var. Bəli. Bunları silsək. Karbohidrogen radikalı bax bu idi. Bunun içərisində 4 hidrogen, 4 karbon atomu var. Doğrudursa, cavab olacaq onda 2, 3, 4, 6. %99 aldehid verilib. CH3COH. Hidrogenləşdirəndə əmələ gəlir spirt. Yəni CH3, CH2OH. Artan nədir? Artan sp3 hibrid orbitallarının sayı. Bəli, bax buradakı karbon sp2-dir, bu karbon sp3-dür. Amma əmələ gələn spirtdə bütün karbonlar sp3-dür. Deməli, sp3-lərin sayı artdı. Bir doğru. Sigma rabitənin sayı artar, bəli, çünki hidrogenləşib. Hidrogenləşəndə sigma rabitənin sayı 2 vahid artırdı. Bu da düzdür. sp2 orbitalları əksinə azalıb. Əvvəl var idi, sonra yoxdur. Bu artmaz. İkinci karbon atomunun oksidləşmə dərəcəsi. Şurada ikinci karbon atomu var, silək. Bax, ikinci karbon atomu budur. Çünki aldehidləri nömrələyəndə aldehid qrupuna 1 qoyanda bu da olurdu ikinci karbon. Spirtlərdə də OH-ın birləşdiyi karbonu 1 yazanda bura düşür 2. Və yenə ikinci karbon bax CH3-dür. Fikir verirsinizsə, bunların hər ikisi CH3-dürsə, bunların oksidləşmə dərəcələri eyni olacaq. Hidrogen müsbət 1, karbon -3. Burada da hidrogen müsbət 1, karbon -3 olacaq. İkinci karbon dərəcələri eyniymiş, doğrudur. Birinci karbon atomunun oksidləşmə dərəcəsi eyni olmayacaq. Aldehidin birinci karbon atomu bax bu hissədəki karbondur. Gəlin onu ayrıca yazım. COH. Müsbət 1, -2 bu da olacaq. Müsbət 1. Buradakı birinci karbon isə bax budur. Bunu da ayrı yazsam. CH2OH. Müsbət 1, -2, müsbət 1. Buna qalacaq müsbət neçə? Yox, -1. Düz yazdıq, bəli, -1. Demək, bu müsbət 1-dən hara gəldi? -1-ə dəyişdi. Demək, eyni deyilmiş, bunu da atdıq. Üzvü maddədə hidrogenin kütlə payı artan nədir, deyir, hə? Hə, biz artanı axtarırdıq. Müsbət 1-dən -1-ə azalıb. Bu əksinə, bu olmadı. Hidrogenin kütlə payı birinci maddəmiz CH3COH idi. İkinci maddəmiz CH3CH2OH idi. Fikir verirsinizsə, biz bu maddənin üzərinə hidrogen əlavə edib yeni maddə almışıq. Yəni, karbonlar, oksigenlər yerində qalıb, amma hidrogenin sayı artırsa, kütlə payı da artacaq. Ona görə 6 da doğru cavabdır. Hə, bu dördüncüyə bir dənə fikir verim. Mən bərabər kim götürdüm? Bərabər ağlımda qalmışdı. Baxın dördüncüyə. 4-ü buradan silirəm. Yazıb ki, ikinci karbon atomunun oksidləşmə dərəcəsi. Biz artanı axtarırdıqsa, mexaniki səhvlər eləyirik. İkinci karbon atomunun oksidləşmə dərəcəsi, bu da -3 idi, bu da -3 idi. Bu dəyişməmişdi. Ona görə 4 cavabı olmayacaq. Olacaq 1, 2, 6. 100. Axırıncı sualımızdır. Yenə həmin misaldır. CH3, CHO üzərinə hidrogen əlavə edəndə CH3, CH2OH olacaq. Azalan nədir? Bu formuldan spirtə keçəndə karbonun sayı sabit qalır, amma H-ın sayı çoxalırsa, demək karbonun kütlə payı azalır. Bu doğrudur. İstəyirsiniz, baxın, hesablamasına da baxaq. Bu da karbon 2 dənədirsə 24 bölünsün. Bunun molyar kütləsi 44-dür. Burada isə 2 ilə 2 karbon var. 24 bölünsün, molyar kütləsi 46-dır.
Görürsünüz, getdikcə məxrəc artırsa kütlə payı azalmalıdır. Biz də azalan axtarırıq. Bir doğru. İkinci karbon oksidaşma dərəcəsi. İkinci karbonumuz CH3 idisə, CH3 hər ikisində eyni form oldusa, bunların oksidləşmə dərəcəsi dəyişməz. Demək, 2 olmayacaq. Sigma rabitənin sayı. Maddə hidrogenləşirsə, sigma rabitənin sayı artmalıdır. Biz amma azalan axtarırıq. 3 də olmaz. İkinci karbon atomunun oksidləşmə dərəcəsini bax, burada göstərmişdik. Burada ikinci karbon atomu oksidləşmə, ikinci karbon COH idi. Bunun da ikinci karbonu CH2OH idi. Müsbət 1-dən mənfi 1-ə gəlib azalmışdı. Baxın, burada müsbət 1-dir, burada isə mənfi 1-dir. Bu azalandır. Onda biz də azalan axtarırıqsa doğrudur. sp2 hibrid orbitalları azalır. Çünki burada sp harada var? Bax, buradan yazaq. CH10-un karbonu sp2 idi. Amma buradakı karbon sp3 idi. Bax, burada göstərmişdim onu. sp2-dən sp3-ə gəlib. Bunu silmişəm burada. Karbon sp3 idi. Demək, sp2-nin sayı azalıb. Doğrudur. sp3-ün sayı artır. Bu da olmayacaq. Cavab olacaq onda 1, 4, 5. Bu da 100 axırıncı sualımız idi. Yerdə qalan suallara yəqin gələn dəfə baxarıq. Arada mexaniki səhvlər elədik, amma sonra da səhvlərimizi görüb düzəltdik. Məncə bunları normal qarşılayarsınız. Belə, növbəti dərsdə növbəti suallara baxarıq.